Bax, ağaclara belə deyək də, mövsümi qulluq başlayıb və elə biz istəyirdik ki, sizə dərmanlarla bağlı və ağaclardakı olan o müəyyən bir proseslərlə bağlı bir məlumat verək və bu işdə bizim elə əməkdaşımız bizə kömək edəcək. Bəli, şəhərimizin mərkəzində yerləşən Nəbatat bağı, məhz oradakı ağaclara da xüsusi qulluq olunur, həm budanır, həm də ki, dərman vasitələri ilə təmin olunur ki, Nigar məlumat verəcək. Nigar, sabahın xeyir olsun. Bu gözəl mənzərədən sənin fikirlərini eşitmək istəyirik. Təşəkkür edirəm. Mən də sizi salamlayıram. Sabahınız xeyir olsun deyirik. Bəli, hazırda biz mərkəzi Nəbatat bağındayıq. Burada bitkilərin sağlamlığı baxımından profilaktik işlər davam etdirilir. Elə hazırda bitkilərin xəstəliklər və zərərvericilərə qarşı dərmanlanması prosesi gedir. Ümumiyyətlə, ətraflı məlumatı bizimlə birgə birbaşa bağlantıda olan Oduncaqlı Bitkilər Laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyev çatdıracaq. Asif bəy, salam, sabahınız xeyir. Xoş gördük, sabahınız xeyir. Bu tədbirlər mütəmadi olaraq bağda aparılır. İndi yaz qabağı tədbirdir, burada profilaktikidir. Bəzi xəstəliklər, ziyan vericilər baş qaldırır, yəni temperaturun qalxması ilə bağlı, vegetasiyanın başlaması ilə bağlı. Bitki-bitə adlanan bitkilər var, onlara qarşı və güllərdə, qızıl güllərdə və zərinçlərdə, digər bitkilərdə, növlərdə unluşə adlanan xəstəliklər baş qaldırıb. Bunlara qarşı biz eyni vaxtda iki preparatdan istifadə edirik, yəni həm zərərvericilərə qarşı, həm xəstəlik törədicilərə qarşı bir dəfəlik mübarizə aparırıq. Bizim mübarizə aparmaq üçün yaxşı şərait var, 200 litrlik aparatımız var və onunla biz arxayın bütün bitkiləri 2-3 gün müddətinə bağ ərazisində biz dərmanlayıb qutara bilirik. Asif müəllim, bəs həyatyanı sahəsi olan izləyicilərə nə məsləhətlər görə bilərsiniz, sırf dərmanlama ilə bağlı? Onlar da müşahidələr aparmalıdır, baxmalıdırlar. Əgər bu xəstəlik artıbsa, çoxalıbsa, onu artıq gec vurmağın mənası yoxdur. Ona görə də bitkidə xəstəliklərə qarşı əvvəlcədən mübarizə aparmaq lazımdır. Yəni xəstəlik gözə görünmür. Çünki onun törədiciləri bakteriyalardır, göbələklərdir əsasən. Onlar artıq çoxalma ərəfəsində olduqda onlar biruzə verir. Bəs əlamətləri nədir? Müxtəlif əlamətlər var. Məsələn, qızıl gül yarpaqlarında bunlar elə bir un tökülüb, şehli un kimi tökülür. Ləkəlik xəstəliyi var, qara ləkəlik olur yarpaqların üstündə. Yarpaqların, qıraqların ziyanvericilər gəmirir, yeyir. Zoğların uclarında bitlər olur, yaşıl, qanlı mənənələr deyirik, bunlar olur. Və bunlar görkən zaman, yenə deyirəm, xəstəliklər görkən zaman yox, xəstəliklər artıq profilaktik olmalıdır. Dərmanlama ildə neçədir? Dərmanlama baxır xəstəlik ziyanvericilərinin inkişaf mərhələlərinə, inkişaf stadiyalarına, onların yayılması intensivliyinə. Əgər çox yayılıbsa, həftədə bir dəfə biz dərmanlama aparmalıyıq. Yox, az yayılan növlərdə, az yayılan sahələrdə ayda 2 dəfə bu dərmanlama aparılır. Asif bəy, çox təşəkkür edirəm. Belə, bizim hələ ki çatdırmaq istədiklərimiz bu qədər. Sözü sizə studiyaya ötürürəm. Təşəkkür edirik Nigar, çox sağ ol.